Qur'an-ı Kərimdə peyğəmbərlərin bir xüsusiyyəti var ki, Allah Teala ondan bəhs edir. Biri də İbrahim əleyhissalamın bir xüsusiyyətidir. Həmin xüsusiyyət Qur'an-ı Kərim buyurur ki, İnna İbrahimə ləhəlimun. İbrahim əleyhissalam həqiqətən bir həlim şəxs idi, ürəyi yanan bir şəxs idi. Yəni insanın həlim olması bir növ Allahın sifətlərindən, xüsusiyyətlərindəndir ki, Allah həlim insanı sevər, həlim insana məhəbbət eləyər. O cümlədən Həzrət Peyğəmbər əleyhissalam haqqında da Qur'an-ı Kərimdə buyurulur ki, ey mənim rəsulim, sən həlim olmasaydın, sən sərt olsaydın, onlar sənin ətrafından dağılıb qaçardılar. Yəni, Həzrət Peyğəmbər əleyhissalamın bir xüsusiyyəti də Cəddi İbrahim əleyhissalamın və Allahın həlim xüsusiyyətlərindən biri idi. İnsan gərək çalışa həlim xüsusiyyətinə sahib ola. Həlimlik göstərmək Allahın qeyd etdiyimiz kimi sifətlərindən və peyğəmbərlərin də xüsusiyyətlərindəndir. Əmir əl-Müminin Ali ibn Əbu Talib əleyhissalamın bir kəlamı var. Həzrət buyurur ki, İn ləm təkun həlimən fətəhəlləm fəinnəhu qallə mən təşəbbəhə biqavmin illə avşəkə ən yəkunə minhum. Həzrət buyurur ki, çalışın, həlim olun. Əgər həlim deyilsinizsə, Həzrət buyurur ki, əgər həlim deyilsənsə, çalış özüvi həlim xüsusiyyətinə məcbur eləginən. Ola bilsin ki, bir insan sərtdir. Amma bilməlidir ki, bu sərtlik nə Allahda xoşa gələn bir sifətdir, nə peyğəmbərlərdə olan bir xüsusiyyətdir. Və çalışıb özünü həlim olmağa məcbur eləsin. Və Həzrət buyurur ki, əgər insan bir qavmı sevsə, istəsə ki, ona oxşaya, gərək ona tərəf addım ata və addım ba addım özünü o işə məcbur eləyə. Yəni, baxırsan ki, Allah bir həlim insanı sevir. Peyğəmbərlər də həlim olublar. Və bir qovum, yəni peyğəmbərlərə istəyirsən ki, oxşayasan, istəyirsən ki, imamlara oxşayasan, gərək özündə addım ba addım o həlimlik xüsusiyyətinə tərəf hərəkət yaradasan. Yəni, özünü məcbur eləyəsən ki, həlim olanlardan olasan. İmam Zeynul Abidin əleyhissalam bir gün öz qulamına tapşırdı ki, get bağdakı evi hazırla, mən o evə gələcəyəm. Və bir müddətdən səhərsi gün belə deyək, imam gəldi həmin evə, baxdı gördü ki, çox israf eləyibdi və alt üst eləyibdi evi. Həzrət çox narahat oldu və əlindəki o tutduğu, necə deyərlər, ağac mı, ya hər nəsə var idi, onu ilə bir tənbih üçün qulamına vurdu. Vurandan sonra Həzrət bir an dayandı və narahat oldu. Birbaşa qayıtdı yenə evinə. Gəldi evə və evdə başqa birini göndərdi ki, get o qulamı çağır gəlsin. Getdi və qulamı çağırdı, gəldi. Qulam Həzrəti belə bir halda görəndə ki, əlində o vurduğu ağacla dayanıb, Həzrət onu görəndə dedi, bir yaxın gəl. O qorxa-qorxa imama tərəf gəldi ki, yəqin imam onu yenidən vuracaq, cəzalandıracaqdır. Amma Həzrət o yaxın gələndən sonra dedi, ala bunu, əlindəki bayaq vurduğu ağacı verdi. Ya ağac idi, ya necə deyərlər, o dəridən olar. Dəridən olar, yumşaq olar. Verdi ona ki, ala vur məni.
Ya Resulullah, mən necə səni vururum? Dedi, yox, mən sənə deyirəm ki, vur məni. Ya Resulullah, mənim əllərim qurusun, mən sənə necə əl qalxıza bilərəm? Dedi, mən sənə deyirəm, vur məni. Ya Resulullah, vura bilmərəm. Mən sənə deyirəm, ey qulam, vur məni. Yenə dedi, ya Resulullah, vurmayacağım mən. Neyini sən elə vurmayacağım? Dedi, axı, mən sənə əmr eləyirəm, sən məni vur. Necə ki, mən sənə qəzəbləndim, vurdum, narahat oldum. İndi sən gərək məndən qisas alasan, gərək mənə vurasan. Ya Resulullah, neynəsən xeyri yoxdur. Mən heç vaxt onu qisas bilmərəm və vurmaram sizi. Həzrət buyurdu, onda mən sənə azad eləyirəm və o bağı da sənə bağışlayıram. Baxın, imamın hərəkətinə necə rəftar eləyir. Yəni, bir qulam ki, imam ona iş tapşırır, amma onun əksini eləyir. Onu alt üst eləyir tapşırığın, əmrin əksinə icra eləyib. Amma imam onu neynir? Bir yüngül cəzalandırır. Hansı ki, imamlar məsumdular. Onların gördüyü işdə peşmançılıqları yoxdur. Amma onu imam cəzalandırır ki, o hiss eləsin ki, etdiyi səhv nədir? Gərək cəzalanasan. Amma imam onu cəzalandırmaq niyyəti də yoxdur. Fəqət onu başa salır ki, səhv eləmirsən. Və təzdən imam onu neynir? Deyir, indi sən də məndən qisas al. Görsən, imam ona bir hikmətlə istəyir ki, bir azadlıq bəxş eləsin. İmam onu məcbur da eləyir, amma imam onu elə tərbiyə eləyibdir ki, görsən ki, imama qarşı heç bir əks, bir mənfi bir əməl eləmir. Mənfi iş görmür, heç xəyalından da keçirtmiş ki, ya Resulullah, mən heç vaxt sizə qarşı əl qalxızmaram. İmam ona onda nə edir? Bir hədiyyə bəxş eləyir. Həm ona azadlıq bəxş eləyir, həm hədiyyə olaraq bağı verir, onu azad eləyir. Bu xüsusiyyət nədir? Bu xüsusiyyət həmin o ilahi xüsusiyyətdir. İlahi bizə nə edir? İlahi bizə əmr edir ki, ey bəndə bu işi gör. Amma biz nə edir? Biz isə onun əksi olaraq bir iş görürük. Amma Allah bizə görürsən bir balaca cəza verir ki, bəndə başa düşkünən ki, sən səhv eləmsən. Bəndə onu yaxşı qəbul eləsə, Allahın mükafatı da imamın mükafatı kimi, yəni artar. Əgər insan öz başına gələn hadisələri diqqətlə izləsə, bilər ki, etdiyi günahın müqabilindədir, Allahın həlimliklə ona verdiyi, başa saldığı bir cəzadır. Allaha təşəkkür eləsə, Allah ona nemətini artırar. Bax, həlimliyin xüsusiyyəti budur. Odur ki, Allahdan biz nə istəyirik? Həmişə duamızda var, İlahi, bizlərə öz rəhmətinlə müdarə eləginən, öz ədalətinlə yox. İmam Zeynəl Abidin Aleyhisselam nə buyurur? Həzrət buyurur ki, İlahi, əgər mənim günahıma görə mənə cəza versən, o sənin ədalətindəndir. Əgər sən mənim günahımı bağışlasan, o sənin kərəmindəndir. Hər ikisinin ixtiyar sahibi sənsən və sən mənimlə İlahi öz kərəmin və rəhmətinlə müdarə eləginən. Bax, bu duanı çox eləyək. Allah and verir İzzət-i Cəlalına, Allah and verir Peyğəmbər, Ali Peyğəmbər xatirinə. İlahi, bizləri də həlim insanlardan qərar verginən. Bizdə olan şeytani xüsusiyyətlərdən ki, sərtlik və qəzəb var, İlahi bizi ondan uzaq eləginən və bizi bəyənmiş
Peygamber Əhl-i Beyt yolunu gedən möminlərdən qərar verginən və Əhl-i Beyti ziyarət etməmiş, Beytivi ziyarət etməmiş bizi dünyadan aparmaginən, şəhidlərimizi ilahi Əhl-i Beytdən ayrı salmaginən, qazılarımıza can sağlığı əta elə, xəstələrimizə şəfa kəramət elə, Peygamber, Ali Peygamber xatirinə bizi və əzizlərimizi və dünya müsəlmanlarını gələcəkdə itaətkar, ilahi özü və abid olan şəxslərdən qərar verginən və İslam düşmənlərini məhv nabud elə və Peygamber, Ali Peygamber xatirinə İslama, müsəlmanlara, möminlərə, zülm edənlərə, böhtən atanlara dünya, ahirətdə üzü qaralıq gətirginən və Peygamber, Ali Peygamber xatirinə İslama yardım eləyənlərə, möminlərə yardım eləyənlərə sən yardım elə və Peygamber, Ali Peygamber xatirinə hər nə istəyimiz, duamız var, sənin beytindən xaric otmamış, onları qəbul eləginən və Peygamber, Ali Peygamber xatirinə dünyamızı dəyişməzdən öncəki o can halındakı olarıq, Əhl-i Beyti başımızın üstünə gətirməmiş, bizi dünyadan aparmaginən və bugünkü dünya, İslam aləmi ki çətinlikdədir və zalimlar İslam aləminə, ələl xüsus müsəlman məzlum xalqlara, Əhl-i Beyt aşiqlərinə ki zülm elirlər, başlarına od tökürlər, ilahi o odları tezliklə onların və onların ətrafında olanların başına tökünən, dualarımızın qəbuluna, gələcək günlərimizin xeyirli, bərəkətli olması üçün Peygamber, Ali Peygamberə, aramızdan gedən möminələrə, şəhidlərimizə 3 salavat hədiyyə eləyək.